Salam əziz müəllimlər və şagirdlər. Mən İnnovativ Təhsil Mərkəzinin riyaziyyat müəllimi Bayramova Çinarə. Bugün sizlərlə MİQ və Bloq imtahanı üçün maraqlı orta tip sualların həllərinə baxacağıq. Gəlin əvvəlcə birinci suala baxaq. Deməli, birinci sualda iki tərəfi 6 sm və 10 sm. Onlar arasındakı bucaq 120 dərəcə olan üç bucağın kiçik tərəfi ətrafında fırlanmasından alınan fiqurun həcmini tapmağı soruşur. Düz bucaqlı üç bucaq, bərabər tərəfli üç bucaq üçün bu cür suallarla çox qarşılaşmışıq. Gəlin görək bu məsələni necə həll etməliyik. Deməli, üç bucağın bir tərəfi 6-dır, digər tərəfi 10-dur. 6 sm, 10 sm. Bunlar arasındakı bucaq isə 120 dərəcədir. Bizdə kiçik tərəf ətrafında fırlanmasından alınan fiqurun həcmini soruşur. Birinci növbədə buna diqqət edək ki, 120 dərəcə kör bucaq olduğu üçün ən böyük tərəf 120-nin qarşısı olacaq. Yəni, burada bu üç bucaqda ən kiçik tərəf elə uzunluğu 6 olan tərəfdir. Onda biz bu üç bucağı tərəf olaraq adlandıraq. ABC üç bucağını AB tərəfi ətrafında fırlatsaq, görək necə bir fiqur alınacaq. AB tərəfi ətrafında fırladanda deməli, biz buna konus kimi baxa bilərik. Sadəcə olaraq konusun aşağı hissəsindən bir kiçik konus oyulub çıxardılıb. Yəni, tam olaraq konus deyil. Aşağıdan bir konus da oyulub çıxardılmış formada nəzərdən keçirə bilərik. Onda biz nə etməliyik? Verilən alınan fiqurun həcmini tapmaq üçün ümumi biz buna konus kimi yanaşsaq, böyük bir fiqur konus kimi yanaşsaq, onun həcmini V1 ilə işarə etsək, V1-dən aşağıdakı konusun həcmini çıxmalıyıq. Onun da həcmini V2 ilə işarə etsək, V2-ni çıxmalıyıq. Biz burada ox kəsiyini qeyd edək konusun. Burada tərəfimiz 6, 10, 120 dərəcə. 120-nin qonşusu bilirik ki 60 dərəcədir. Burada 90 dərəcə. Digər tərəf 30-dur. 30, 60, 93 bucağına görə. Deməli, 30-un qarşısı bura 5. Digər tərəfdən isə bura 5 kök 3 edəcək. Biz ümumi böyük konusun həcmini tapmaq üçün bilirik ki, konusun həcm düsturu necədir? 3də 1 pi r kvadrat vurulsun h. Bu düsturdan istifadə edəcəyik. Həcmini tapmaq üçün bizə radius və hündürlüyü lazımdır. Böyük konusun radiusu, oturacağının radiusu 5 kök 3, hündürlüyü isə 11-dir. Onu da yaza bilərik ki, V1 bərabərdir. 3də 1 pi vurulsun 5 kök 3-ün kvadratı vurulsun 11. Digər tərəfdən aşağıda kiçik konusa baxsaq, kiçik konus üçün də radius 5 kök 3, hündürlüyü isə 5-dir. Onda V2 bərabərdir. 3də 1 pi vurulsun 5 kök 3-ün kvadratı vurulsun 5. Və nəticə olaraq bunları çıxmalıyıq ki, biz cavabı tapa bilək. V1-dən V2-ni çıxsaq, əlverişli üsulla hesablama aparsaq, 3də 1 pi vurulsun 5 kök 3-ün kvadratı ortaq vuruqdur. Çıxardırıq mötərizə xaricinə. Burada da 25 vurulsun 3, yəni 75. Deməli, 3də 1 pi vurulsun 75. Mötərizə xaricinə çıxarıldı. Qaldı 11 çıxılsın 5. Və bunu da hesablasaq, ixtisar getdi 25, yəni 150 pi. Vahid olaraq da kub santimetr. Deməli, alınan fiqurun həcmi 150 kub santimetr. 150 pi kub santimetrdir. Növbəti ikinci suala baxaq. İkinci sualımız çevrə ilə bağlı, sadə, amma maraqlı bir sualdır. Deməli, çevrəyə A nöqtəsindən AB toxunanı çəkilib və AC kəsəni çəkilib. Kəsən çevrəni D nöqtəsində kəsib, burada qeyd edilib. AD məsafəsi BD-yə bərabərdir və 4 santimetrdir. Buralar 4-dür. BA isə 6-dır. Bizdən soruşur BC-ni tapın. BC-ni tapmaq lazımdır. Bu misala baxanda bizim ilk ağlımıza gələn nə olacaq? AB toxunandır, BD vətəndir. Toxunanla vətər arasındakı bucaq bilirik ki, vətərin bu çevrədən ayırdığı qövsün yarısına bərabərdir. Yəni BD-nin yarısıdır. Digər tərəfdən BCD bucağı da BD qövsünün yarısıdır. Onda C bucağı da yəni alfa olacaq. Digər tərəfdən BDA 3 bucağı 4 olduğundan, yəni bərabər yanlıdır. Burada bir alfa yazırıq. İndi artıq biz
ABC üçbucağına baxsaq, ABC üçbucağı üçün C bucağı A bucağına bərabərdir. İkisi də alfa. Onda bu da bərabər yanlı üçbucaqdır və buradan da BC AB-yə bərabər olmalıdır və bu da edəcək 6 sm. Burada bir maraqlı halı da qeyd edək ki, burada əgər bərabər yanlı hal olmasaydı, yəni əgər tutaq ki 4 olmasaydı, müxtəlif ədədlər olsaydı, tutaq ki qeyd edək, deməli A, B, buranı da C yazaq. Bu halda necə edərdik? Bu hal bir qədər bayaqki sualın geniş formasıdır. Deməli bura alfa, bunu qeyd etmişik və digər tərəfdən bu A bucağı da qeyd edək, bura beta. Onda B, D, A üçbucağı ilə, üçbucaq B, D, A ilə C, B, A üçbucağı oxşar olacaq. Bucaq əlamətinə görə. Deməli, C, B, A üçbucağı oxşar üçbucaqlar olur. Onda oxşarlığa əsasən nisbəti yazıb həll etmək olar. Yəni, bu da başqa bir bu suala uyğun bir sual. Daha sonra növbəti 3-cü suala baxaq. 3-cü sualımız koordinatlar sistemi ilə bağlıdır. Deməli, AC BC-yə perpendikulyardır. Düzbucaqlı koordinat sistemində ABC nöqtələri verilib, uyğun olaraq koordinatlar qeyd edilib. Lakin A nöqtəsinin bir dənə apsisi yoxdur, onu bizdən tapmağı soruşur. Biz bilirik ki, burada deməli, koordinat sistemində bura 90 dərəcədir, bunu da qeyd edək. Bu sualı müxtəlif yollarla yazmaq olar. Ən rahat qaydada necə həll edə bilərik? Birinci növbədə OCB üçbucağına baxsaq, buraya bir alfa qeyd etsək, burada bir beta yazsaq, nəzərə alaq ki, alfa ilə betanın cəmi 90 dərəcədir. Digər tərəfdən, biz burada alfa 90 və bu bucağa baxsaq, bunların da cəmi 180 olması üçün deməli burada beta olmalıdır. Daha sonra A nöqtəsindən apsis oxuna perpendikulyar çəkək və bir K ilə işarə edək. Burada alındı bir AKC üçbucağı. AKC üçbucağına baxsaq, AKC üçbucağında 90 dərəcə, bura beta. Digər tərəfdən OCB üçbucağına baxsaq, 90 dərəcə, burada beta. OCB üçbucağında da 90 dərəcə və beta. Yəni, bucaq-bucaq əlamətinə görə bu iki üçbucaq, iki dənə üçbucağımız oxşardır. Yəni, yaza bilərik ki, üçbucaq A, K, C oxşardır. Üçbucaq C, O, B-yə. Onda oxşardırsa, uyğun tərəflərin nisbətini qeyd etmək olar. Nisbəti yazmamışdan əvvəl gəlin üçbucağın tərəflərini burada qeyd edək. B-nin koordinatı 0,8-dir. Yəni, ordinat 8 olduğundan və B nöqtəsi də ordinat oxu üzərində olduğundan OB tərəfimiz 8-dir. C-nin koordinatı -4, 0-dır. Apsis oxu üzərindədir. Onda OC-miz 4 edəcək. Digər tərəfdən A-nın koordinatı x3, ordinatı 3 olduğu üçün burada diqqətli olaq, bura 3-dür. Yəni, AK məsafəsi 3-dür. Amma KC məsafəsini bilmirik. Bura bir x. Gəlin, bura bir A qeyd edək. Uzunluğunu A olaraq qeyd edək. Və uyğun nisbətlərimizi yazaq. Betanın qarşısında OCB üçbucağında betanın qarşısı 4-ün, AKC üçbucağında betanın qarşısı 3-ə nisbəti bərabərdir. Bizə 90-ın qarşısındakılar lazım deyil. Alfanın qarşısı burada böyükdə 8-in, digərində isə bura alfa olmalıdır. Alfanın qarşısı A-ya nisbəti. Buradan da tənasübü həll etsək 4-ə bərabərdir 24 və A bərabər 6 tapmış olarıq. A-nı 6 tapandan sonra diqqətli oluruq, bizdən x-i soruşur. X nədir? A nöqtəsinin apsisi. Deməli, A burada 6-dırsa, yəni x nöqtəsinin tapmağı üçün x burada buranı qeyd edək. C-dən 6 vahid solda yerləşir. Bunu da tapmaq üçün x bərabərdir. -4-dən çıxacaq 6-nı, yəni edəcək -10. Cavab oldu. X-in qiyməti -10-dur. Növbəti 4-cü suala baxaq. 4-cü sualımız da çevrə ilə bağlı maraqlı bir sualdır. Deməli, iki çevrə kəsişib.
B və D nöqtələrində kəsişiblər. AK və C'yi uyğun olaraq böyük çevrə və kiçik çevrəyə toxunanlardır. Sonra BAC bucağı 20 dərəcə, ASB bucağı 50 dərəcə və KAC bucağı isə 30 dərəcə qeyd edilib. Bizdən soruşur ki, ASY bucağını tapın. Gəlin burada qeyd edək. ASY bucağını tapmaq lazımdır. Burada bir X yazaq. Burada nə edə bilərik? Birinci növbədə diqqətlə baxsaq, AK toxunandır, AD vətərdir. Toxunanla vətər arasındakı bucaq uyğun qövsün yarısıdır. Yəni AD qövsü 60 dərəcədir. Bunu biz buradan rahatlıqla görürük. Onda bu cür suallarda biz istiqamət almaq üçün deməli AD qövsünə uyğun bir daxili bucaq çəkə bilərik. Bunun üçün də B ilə D-ni birləşdirək. B ilə D-ni birləşdirəndə deməli burada AD qövsü 60 dərəcə olduğu üçün ABD bucağı olacaq 30 dərəcə. Və eynisi biz kiçik çevrəyə baxsaq, kiçik çevrədə burada DC qövsünə söykənən bir DBC daxilə çəkilmiş bucağı var. Yəni bu qövsün də yarısı bu bucağa bərabərdir. Və buranı da tapsaq artıq biz X-i tapmış olarıq. Buradan ABC üçbucağına diqqət etsək, üçbucağın bucaqlarının cəmi 180 dərəcə etməlidir. 20 üstəgəl 30, üstəgəl 50, üstəgəl bura 1 alfa yazaq. Alfa bərabərdir 180 dərəcə. Və buradan alfa bərabərdir 80 dərəcə. Və alfa 80-dirsə, biz avtomatik qeyd edə bilərik ki, X da 80-dir. Nəyə görə? Çünki alfa 80 olması bu deməkdir ki, DC qövsü 160-dır. Toxunan, yəni CY ilə DC vətər arasındakı bucaq da uyğun qövsün yarısıdır. Yəni 160-ın yarısı 80 dərəcə. Buradan da aldıq ki, X bərabərdir 80 dərəcə. Növbəti 5-ci suala baxaq. 5-ci sualda çevrə ilə bağlı bir sualdır. Deməli, O mərkəzli bir çevrənin 1/4 hissəsi verilmişdir. Burada 90 dərəcə qeyd edilib. C nöqtəsindən CD və CB toxunanları çəkilmişdir. AK-nın 3 sm olduğu qeyd edilib. CD 6 sm-dir. Və bizdən soruşur ki, KY-ni tapın. KY X olaraq işarə etdik. Burada hardan başlaya bilərik? Biz görürük ki, burada C nöqtəsindən çevrəyə CD və CB toxunanları çəkilib. Biz də bilirik ki, nöqtədən çevrəyə çəkilən toxunanlar, belə deyək, A nöqtəsindən AB və AC toxunanları çəkilibsə, AB və AC bir-birinə bərabərdir. Onda CD 6-dırsa, CB də 6 edəcək. Digər tərəfdən mərkəzdən toxunma nöqtəsinə biz radiusu çəksək, radius toxunana nə olmalıdır? Perpendikulyar. Onda CD OB-yə perpendikulyardır. Burada bir 90 dərəcə qeyd etdik. Nə aldıq? Biz aldıq ki, OK CB dörtbucaqlısı düz bucaqlıdır. Düz bucaqlı olduğundan, onda bura 6-dırsa qarşı tərəfdə 6 olacaq. Və OA bizdə radiusdursa, OB-də radiusdur, olacaq 9 cm. Daha sonra X-i tapmaq üçün buradan əslində müxtəlif yollarla davam etmək olar. Məsələn, ən sadə yolda necə gedə bilərik? O ilə Y-ni birləşdirsək, OY nədir bizdə? Radiusdur. Radiusumuz nə qədərdir? 9-dur. Bir üçbucaq gördük, düzbucaqlı üçbucaq. OY, K. Düzbucaqlı üçbucağında katetlərdən biri 6, digəri X-dir. Pifaqor teoreminə əsasən X kvadratı bərabərdir 81 çıxılsın 36, yəni 45. Buradan da X-i tapa bilərik ki, 3 kök altdan 5-dir. Bunu əslində başqa cür də tamamlamaq olardı. Məsələn, burada bu çevrənin 1/4-ni tam olaraq çevrəyə tamamlayaraq, kəsişən vətənlərin xassəsi ilə də düzbucaqlı üçbucaq, yəni Pifaqordan sonrasını davam etdirmək olardı. Yəni, burada biz KY-ni uzatsaq, mərkəzdən vətərə çəkilən radius ona perpendikulyardırsa, onu yarıya bölür. Bu xassəyə əsasən, bura X-dırsa, burada X-dir. Və aşağı hissəni də uzatsaq, bura 9-dur. Onda X vur X bərabər olmalıdır nəyə? 3 vurulsun
Ümumilikdə bu hissə 15. Buradan x kvadrat bərabərdir 45. Yəni bu şəkildə də yazmaq olardı vətənlərin xassəsi ilə. Növbəti 6-cı suala baxaq. 6-cı sualımız da yenə çevrə ilə bağlı maraqlı bir sualdır. Çevrədə sahə ilə bağlı. O mərkəzli yarım çevrə verilmişdir. CA və CD toxunanlardır. CO 8 cm-dir, AB 12 cm-dir. Rənglənmiş hissənin sahəsini soruşur bizdən. Biz bu məsələni həll etmək üçün belə bir xassəni yadımıza salaq. Çevrəyə hər hansı bir nöqtədən çəkilən iki toxunan qeyd edirik. AB və AC toxunanları. Biz bilirik ki, burada bir bucaq alınır, BAC bucağı. Əgər A nöqtəsini çevrənin mərkəzi ilə birləşdirsək, OA nə olurdu? OA olacaq bizdə tən bölən. Deməli, burada CO da tən böləndir. Biz O ilə D-ni birləşdirsək, onda alınan burada AOC üçbucağı ilə COD üçbucağı kongruentdir. Əslində bu kongruentliyi müxtəlif yollarla göstərmək olur. Məsələn, indi bu OC-nin tən bölən olduğunu göstərməklə bir növ qeyd edə bilərik ki, bunlar tən böləndir. Bunlar kongruentdir. Kongruent olduğundan onda bu hissə bir alfa qeyd edək. Bu hissəyə də bir alfa yaza bilərik. Yəni uyğun bucaqlar kimi bərabər olacaq. Onda çevrənin bu rənglənmiş hissəsini biz avtomatik olaraq bu hissəyə köçürə bilərik. Yəni ümumi rənglənmiş hissə bizə COD üçbucağının sahəsini verəcək. Üçbucaq COD-ni tapmalıyıq. Burada bilirik ki, OD CD-yə perpendikulyardır. Bura 90 dərəcədir. CO-nun 8 olduğu qeyd edilib. AB 12 cm-dirsə radiusumuz 6-dır. Və bu üçbucağın sahəsi üçün isə bizə katetlər hasilinin yarısı lazımdır. CD katetini necə taparıq? CD bərabərdir kök altından 64 çıxılsın 36. O da bərabərdir. Deməli, kök altında kök altında 28 olacaq CD. Buradan da vuruq çıxartsaq 2 kök altında 7. Onda üçbucağın sahəsi 6 vurulsun 2 kökdə 7 bölünsün 2. Yəni 6 kökdə 7 kvadrat santimetr edəcək. Növbəti suala baxaq. Növbəti sualımız 7-ci sual. Düz xətlərlə bağlıdır. Koordinat sistemində düz xətlərlə bağlıdır. Deməli, rənglənmiş hissənin sahəsini tapmaq lazımdır. Bizə uyğun olaraq gəlin bilinən D1, digərinə D2 yazaq. D1 düz xəttinin tənliyi verilib, D2 düz xəttinin tənliyi verilib və bu düz xəttlər bir A nöqtəsində kəsişib, bizdən alınan bu üçbucağın sahəsini soruşur. Bura bir B, burada bir C qeyd edək. ABC üçbucağının sahəsini soruşur. Bunu əslində integralla da yazmaq olar, amma biz bu sualı rahat qaydada həndəsi yolla yazacağıq. Həndəsi yolla yazmaq üçün bizə nə lazımdır? Bu üçbucaqda BC tərəfi və bu tərəfə çəkilmiş hündürlük H qeyd edək. Hündürlüyü bilməliyik ki, bu üçbucağın sahəsini tapaq. Burada qeyd edirəm S üçbucaq ABC bərabərdir. BC vurulsun H bölünsün 2. Gəlin əvvəlcə BC məsafəsini tapaq. BC məsafəsini tapmaq üçün bilirik ki, uyğun olaraq düz xətlərin absis oxları ilə kəsişmə nöqtəsinin koordinatlarını tapmalıyıq. Absis oxu ilə kəsişmə nöqtəsini də tapmaq üçün isə Y-ə 0 veririk. D1 düz xəttinin kəsişmə nöqtəsini tapmaq üçün Y-ə 0 qiymətini versək, mənfi 3x çıxılsın 18 bərabər 0. Buradan x bərabərdir mənfi 6. Daha sonra D2-nin kəsişmə nöqtəsini tapmaq üçün burada yenə Y-ə 0 qiymətini versək, mənfi 5x çıxılsın 40 bərabərdir 0. Buradan x bərabərdir mənfi 8. Yəni C nöqtəsinin koordinatı mənfi 6 0. B nöqtəsinin koordinatı mənfi 8 0-dır. Buradan
Gəlin burada apsis oxu üzərində qeyd edək. Bura -6-dır. Bura isə -8-dir. Onu da buradan rahatlıqla görürük ki, BC məsafəmiz 2-dir. Gələk indi H məsafəsini tapaq. H nə deməkdir? H A nöqtəsinin koordinatını A, B ilə işarə etsək, yəni bu düz xətlərin kəsişmə nöqtəsini A ilə işarə etdik. A nöqtəsi ilə. Kəsişmə nöqtəsinin ordinatı bizdə bu üçbucaq üçün qeyd etdiyimiz H hündürlükdür. Bunun üçün isə bilirik ki, iki düz xəttin kəsişmə nöqtəsini tapmaq üçün onların tənliklərini sistem şəklində yazıb həll etməliyik. Qeyd edək, -3x üstəgəl 2y bərabərdir 18, -5x üstəgəlinsin 8y bərabərdir 40. Bizə H buranın, yəni kəsişmə nöqtəsinin ordinatı olduğundan birbaşa y-i tapmaq yetərlidir. Yəni gəlin x-ları yox edək. Birincini -5-ə vururuq, ikincini 3-ə vururuq. Deməli 15x çıxılsın 10y bərabərdir -90. İkincidə -15x üstə gəlinsin 24y bərabərdir 120. Toplama üsulu ilə -15x ilə müsbət 15x islah olunar və qalacaq 14y bərabərdir 30 və y də bərabərdir 2-də 7-də 15 qeyd etdik. 7-də 15. Və sahəni də hesablamaq üçün BC 2-dir. Hündürlüyü tapdıq 7-də 15. Onda S bərabərdir 2 vurulsun 7-də 15 bölünsün 2. Yəni vurulsun 2-də 1. Buradan da alırıq ki, sahəmiz olacaq 7-də 15 kvadrat vahid və yaxud da bunu qarşı xətə çevirsək 2 tam 7-də 1 kvadrat vahid edəcək sahəmiz. Növbəti 8-ci suala baxırıq. 8-ci sual çoxbucaqlılarla bağlı, yəni düzgün altı bucaqlı ilə bağlıdır. Düzgün altı bucaqlı verilmişdir şəkildə. DF FY-yə bərabərdir. Yəni F orta nöqtədir. YK 6 cm-dir. Yəni bu çoxbucaqlının tərəfi 6 cm-dir. BM 4 cm-dir. Bizdən soruşur ki, MF-i tapın. Diqqətlə baxsaq, burada nə görə bilərik? AB tərəfi 6-dırsa, deməli AM 2-dir. Daha sonra MF-i necə tapmaq olar? Biz bilirik ki, düzgün altı bucaqlıda DY tərəfi BA-ya paraleldir. Onu da mən F nöqtəsindən, yəni DY-nin orta nöqtəsindən AB-yə perpendikulyar çəkəcəm. Perpendikulyar çəksəm, onda qarşı tərəf, yəni AB-ni yarıya böləcək. Bura olacaq 90 dərəcə və yarıya böləcək. Bura N nöqtəsini qeyd etsəm, BN AN-ə bərabərdir. Ümumi tərəfimiz 6 cm olduğundan onda AN 3 cm, BN 3 cm, digər tərəfdən AM 2-dirsə, burada NM-ə nə qədər qalacaq? NM olacaq 1 cm. Qeyd elədik, bura 1-dir. Digər tərəfdən NF-i tapmaq lazımdır. NF-i necə taparıq? NF-i tapmaq üçün biz görürük ki, NF məsafəmiz elə BD məsafəsinə bərabərdir. Yəni paralel düz xətlər arasındakı məsafə kimi BD-ni də götürə bilərik. BD isə bizim kiçik diaqonalımızdır. Kiçik diaqonal isə bilirik ki, altı bucaqlıda əgər tərəfimiz A-dırsa, kiçik diaqonalımız D, kiçik yazıram, kök altında 3. Bu şəkildə qeyd edilir. Yəni, BD məsafəmiz 6 kökdə 3-dür. Onda NF də 6 kökdə 3-dür. Daha sonra FN M3 bucağından Pifaqor teoremini tətbiq etsək, 1-in kvadratı üstə gəlinsin 6 kök 3-ün kvadratı bərabər olmalıdır MF-in kvadratına. Və bunu hesablayırıq. Hesablasaq, deməli 1 üstəgəl 6 kök 3-ün kvadratı 36 vur 3, yəni 108 bərabərdir MF-in kvadratına. Buradan da MF bərabərdir kök altında 109 almış olarıq. Bunu da bu şəkildə saxlayırıq.
Daha sonra növbəti 9-cu suala baxaq. 9-cu sualımız kvadratla bağlıdır və həmçinin kvadratla bağlı olsa da burada bir üçbucaqla bağlı xassələrdən də istifadə edəcəyik. Deməli, ABCD kvadratı verilmişdir. FY BS'yə paraleldir. SY DY'yə perpendikulyardır. BSY bucağı 75 dərəcədir. YF 9 santimetrdir. Bizdən soruşur ki, SABCD'ni tapın. Burada əvvəlcə gəlin buradan başlayaq. Kvadratın bütün bucaqları 90 dərəcədir. Bura 75-dirsə, bu bucaq 15 dərəcədir. Bunu qeyd etdik. Daha sonra qeyd edəndən sonra burada görürük ki, deməli 15, 90, 75 üçbucağı var. Düz bucaqlı üçbucaq. Və YF BC'yə paralel olduğundan biz onu uzatsaq və uzantısının DC ilə kəsişməsini K ilə işarə etsək, burada FK CD'yə perpendikulyar olacaq. Nəyə əsasən? BC'yə paralel olduğundan. Onda biz görürük ki, YK 15, 90, 75 üçbucağında hipotenuza çəkilən hündürlükdür. Və bu hündürlüyün də biz artıq xassəsini bilirik ki, hipotenuzun 4-dən biridir. Yəni, burada biz qeyd edirik. Bura H-dır. 15 dərəcəli, 75, 90 dərəcəli üçbucaqdır. Bura H-dırsa, onda hipotenuzumuz 4H-dır. Deməli, bura H işarə etsək, onda CT tərəfimiz isə 4H olacaq. Biz baxırıq ki, FK-mız elə BC-yə bərabərdir. Nəyə görə? Çünki FY BC-yə paralel olduğundan biz həmçinin FY-ni də uzatdığımız üçün, deməli, FK BC-yə bərabər olmalıdır. Onda 9 üstə gəl H bərabərdir 4H-a. Buradan 3H-ımız 9-dursa, H-ı tapırıq ki, 3 santimetrdir və kvadratın tərəfi, yəni AB deyək, AB bərabərdir 4H, yəni 12 santimetr. Və S3 kvadratın sahəsi də SABCD-ni də tapmaq üçün bilirik ki, A kvadrat düsturundan istifadə edirik. 12-nin kvadratı bərabərdir 144. Vahid olaraq da qeyd edək, kvadrat santimetr oldu bizim sahəmiz. Növbəti 10-cu suala baxaq. 10-cu sual sadə trigonometriya ilə bağlı, təyin oblastı ilə bağlı sadə bir sualdır. Deməli, fx funksiyasının təyin oblastını tapmaq lazımdır. Biz baxırıq ki, bu funksiyada məxrəcdə dəyişən var, kosinus x funksiyası və həmçinin bizim funksiyamızda kotangens x funksiyası var. Ona görə də təyin oblastını tapmaq üçün biz burada iki şərti qeyd etməliyik. Bir, kosinus x sıfırdan fərqli olmalıdır. Kosinus x sıfırdan fərqli olmalıdır. Bir də kotangensin təyin oblastını nəzərə almalıyıq. Biz də bilirik ki, kotangensin təyin oblastı nədir? Kotangens kosinus böl sinus olduğundan, yəni sinus sıfır ola bilməz. Sinus sıfırı harda alır? Pi k'larda alır. Yəni kotangensin təyin oblastı x fərqlidir pi k. Bu şəkildə qeyd edilir. Onda gəlin biz bunu rahat qaydada, yəni həm kosinus x sıfırdan fərqli olmalıdır, həm də x pi k'dan fərqli olmalıdır. Biz bunları necə qeyd edə bilərik? Deməli, kosinus sıfırı harda alır? Pi böl 2-də alır. Bir də 3 pi böl 2-də və onların dövrləri əlavə etdikdə onların digər rüblərdəki qiymətlərini almır. Yəni, burada 0 olduğu üçün kosinus bunları almayacaq. Daha sonra kotangens pi k'ları almır. Yəni, burada və burada təyin olunmayıb. Onda biz bütün, deyək ki, həllərdən bunları atmalıyıq. Bu o deməkdir ki, biz bunları ümumi bir həll şəklində qeyd etsək, bunlar arasındakı məsafə pi böl 2-dir. Yəni, pi böl 2-nin misillərini, tam misillərini almayacaq. Pi böl 2 k. Yəni, funksiyanın təyin oblastı x fərqlidir pi k böl 2. Bunlardan başqa bütün ədədlərdir. Və yaxud da onu bu şəkildə də qeyd edə bilərik. R çıxılsın, pi k bölünsün 2. Olacaq bizim funksiyanın təyin oblastı. Növbəti
11-ci suala baxaq. 11-ci sual trapesiya ilə bağlıdır. Bu sualda deməli şəkildə verilənlərə əsasən BC-ni tapmaq lazımdır. Şəkildə nələr verilib? AK həm tənböləndir. BAD bucağının tənbölənidir. Bu verilib. Həm də AK CD-yə perpendikulyardır. Və SK 2-dir, KD 6-dır, AD də 18-dir. Bizdən soruşur BC-ni tapın. Biz bu şəkilə baxan kimi belə bir qayda yadımıza düşür ki, bərabər yanlı üç bucaqda oturacağa çəkilən hündürlük həm median, həm də tənböləndir. Baxın, burada tənbölən həm də hündürlükdür. Amma biz burada üç bucağı görə bilmirik. Ona görə də biz burada üç bucağı tamamlasaq, yəni CD-ni uzatsaq, AB-ni uzatsaq, biz bunu üç bucağa tamamlasaq, bura bir K qeyd edirik. AKD üç bucağı bərabər yanlı üç bucaq olacaq. Nəyə görə? Çünki AK həm tənbölən, həm də hündürlükdür. Ona görə. Onda AK həm də median olmalıdır. Burada gəlin bu K hərfini başqa bir hərflə əvəz edək. Bir Y hərfi deyək. Onda AK həmçinin median olmalıdırsa, KD 9-dursa, YK-mız da 9 olacaq. Daha doğrusu KD 6-dırsa, YK-mız da 6 olacaq. Bura 6 qeyd edək. Onda CK 2 cm-dirsə, yəni 2-dirsə, YS-yə düşəcək 4. Biz görürük ki, burada BS tərəfi AD-yə paraleldir. Nəyə görə? Çünki fiqurumuz trapesiya idi. Və burada YAD üç bucağı ilə YBC üç bucağının oxşarlığını görə bilərik. Xassəmizə əsasən, çünki üç bucağın hər hansısa bir tərəfinə paralel olan düz xətt ona oxşar üç bucaq ayırır. Bu qaydaya əsasən, yəni yuxarıda alınan bu kiçik üç bucaq böyük üç bucağa oxşardır. Onda oxşarlığa əsasən qeyd edək buradakı üç bucaq Y deməli üç bucaq YBC oxşardır üç bucaq YAD-yə. Onda nisbət oxşarlığa əsasən nisbəti qeyd edə bilərik ki, x bölünsün BC-nin AD-yə nisbəti 18 bərabərdir. YS-nin YD-yə nisbəti 4 bölünsün 12. Buradan da rahatlıqla həll edə bilərik ki, 3x bərabərdir 18, x bərabərdir 6. Yəni BC tərəfi olacaq 6. Növbəti 12-ci suala baxaq. 12-ci sualda inteqralla bağlı maraqlı bir sualdır. Burada -3-dən -2-yə modulda x üstəgəl modulda x çıx 4 dx inteqralını hesablamaq lazımdır. Bu tip suallarda, yəni bu tip inteqralları hesablamaq üçün birinci növbədə sərhədlərdə, verilmiş sərhəddə modulun qiymətinin modulun işarəsini müəyyən etmək lazımdır. -3, -2. Bu aralıqda modul x. Deməli, bunun içinin işarəsi mənfidir. Həmçinin modul x çıx 4. Bunun da içinin işarəsi mənfidir. Yəni, biz bu sərhədlərdə bu modulları necə açacağıq? Əks işarə ilə. Onda yuxarıda verdiyimiz integral belə bir sadə integrala gələcək. Deməli, bu modul içi mənfi olduğu üçün biz onu açırıq -x şəklində. Digər tərəfdən bunun da işarəsi mənfi olduğu üçün -x üstəgəl 4 şəklində açdıq və belə bir sadə integral aldıq. Deməli, bu integralın da qiymətini hesablamaq üçün -3-dən -2-yə -2x üstəgəlinsin 4 dx bərabərdir. İntegralı hesablasaq, birincidən alınacaq -x kvadrat üstəgəlinsin, ikincidən də 4x. Sərhədlər -3-dən -2-yə və yerinə qoyub hesablayırıq. -2-ni yerinə qoysaq, -4 çıxılsın 8 çıxılsın. -3-ü yerinə qoysaq, -9 çıxılsın 12 bərabərdir. -12 üstəgəlinsin 21 bərabərdir 9. Deməli, verilmiş inteqralın cavabı etti 9.
Növbəti 13-cü suala baxaq. Deməli 13-cü sualda BC CD-yə perpendikulyardır. AC CY-yə bərabərdir. DY 8 santimetrdir. CD 10 santimetr. BC isə 10 santimetrdir. 20 santimetrdir. Həmçinin DY AY-yə perpendikulyardır. Bizdən AB-ni soruşur. Gəlin bura bir x qeyd edək. AB-ni tapmaq lazımdır. Bu sualı necə həll edə bilərik? Birinci növbədə biz CDY üçbucağına baxsaq, CDY üçbucağında məlumdur ki, Pifaqora əsasən 18, buranı avtomatik 6 tapmış olarıq. Deməli, AC də 6-dır. Daha sonra, bu qaydadan biz yuxarıda istifadə etdik. Bura bir alfa yazsaq, bura bir beta qeyd etsək, düzbucaqlı üçbucağın iti bucaqları alfa və beta. Onda alfa 90, deməli bu bucaq nə qədər olmalıdır? ACB bucağı da betaya bərabər olmalıdır. Daha sonra biz, deməli, burada düzbucaqlı üçbucaqlar, oxşar düzbucaqlı üçbucaqlardan istifadə edə bilərik. Bunun üçün B-dən AY-yə perpendikulyar xətt çəkək və kəsişməsini qeyd edək. Deməli, B-dən AY-yə perpendikulyar çəkdik, kəsişməsini bir K ilə işarə etdik. Alındı burada bir BKS üçbucağı. BKS üçbucağında bir bucağımız betadır, düzbucaqlı üçbucağında. Bu da 90 dərəcə. Yəni, bu üçbucaq elə CDY üçbucağına oxşar olacaq. Gəlin, yazırıq ki, üçbucaq BKS oxşardır. Üçbucaq CYD-yə. Nəyə əsasən? Bucaq-bucaq əlamətinə əsasən oxşardırlar. Onda oxşarlığa əsasən tərəflərin nisbətini yaza bilərik. Gəlin qeyd edək. Birinci böyük üçbucaqda, BKC üçbucağında 90-ın qarşısı 20-nin, kiçik üçbucaqda 90-ın qarşısı 10-a nisbəti bərabərdir. Daha sonra bura bir alfa qeyd edirik. Böyük üçbucaqda alfanın qarşısını yazırıq KC-nin, kiçik üçbucaqda alfanın qarşısı 8-ə nisbəti, daha sonra böyük üçbucaqda betanın qarşısı BK-nın, kiçik üçbucaqda betanın qarşısı 6-ya nisbəti. Buradan rahatlıqla tapa bilirik ki, KC-miz bərabərdir 16-ya, BK-mız bərabərdir 12-yə. Baxaq görək burada KC-miz 16-dırsa, baxın bizə x lazımdır. X isə AKB üçbucağından tapacağıq, düzbucaqlı üçbucağından. KC 16-dırsa, onda KA 16-dan 6 çıxacaq, edəcək 10. BK-nı neçə tapmışıq? 12 tapmışıq. Onda BKA üçbucağında, düzbucaqlı üçbucağında Pifaqor teoreminə əsasən x kvadratı bərabərdir 12-nin kvadratı üstə gəlinsin 10-un kvadratı. Buradan x kvadratı bərabərdir 144 üstə gəlinsin 100 244. Buradan da əgər kök çıxarmalı olsaq, x bərabərdir kök altında 244 yazaq. 61 vur 4 yazsaq, 2 kök altında 61 şəklində qeyd edə bilərik. Deməli, AB məsafəmiz 2 kökdə 61-dir. Növbəti 14-cü suala baxaq. 14-cü sual teoremə ilə bağlıdır. Teoremə və onun tətbiqləri. Deməli, fx funksiyasının qrafiki verilmişdir, əyri xətli şəklində və bir dənə də həmin funksiyaya 6x bərabər 6 nöqtəsində toxunan çəkilmişdir. Bu qrafikə əsasən hx bərabərdir fx böl x funksiyası üçün h-6-nı tapmaq lazımdır. Birinci növbədə gəlin şərtdən başlayaq. h-6 nə deməkdir? Bu h funksiyasının törəməsinin 6-dakı qiyməti deməkdir. Yəni bizə birinci növbədə h-x funksiyası lazımdır. Gəlin h funksiyasının törəməsini tapaq. H funksiyası isə nisbət funksiyası kimi baxacağıq buna. Nisbətin törəməsi bu qaydadan istifadə etsək, deməli x kvadrat məxrəcin kvadratı. f'(x) vurulsun x, yəni sürətin törəməsi vurulsun məxrəc, çıxılsın. Sürət vurulsun
Məxrəcin törəməsi. Məxrəc də x-dır. X-in törəməsi isə 1 edir. Onu da yazmayaq. İndi bizə nə lazımdır? H-6 lazımdır. Bu nə deməkdir? Törəmədə x-in yerinə 6 yazacağıq. F-6 vurulsun 6, çıxılsın F6. Məxrəcdə isə 6-nın kvadratı. Aha, biz bu ifadənin qiymətini tapmaq üçün bizə iki qiymət lazımdır. Bir, F6 lazımdır. Digəri isə F-6 lazımdır. Gəlin baxaq görək F6-nı necə tapa bilərik. F6 buradan qrafikdən rahatlıqla görünür. Yəni funksiyanın F6 nə deməkdir? Funksiyanın 6 nöqtəsindəki qiyməti. Yəni F6-mız buradan görürük ki 5-dir. F6-nın qiyməti 5-dir. Bəs F-6 nə deməkdir? Deməli, funksiyanın törəməsinin, yəni F funksiyasının törəməsinin 6-dakı qiyməti. Biz toxunanın həndəsi mənasını yadımıza salaq. Toxunanın həndəsi mənası nə idi? Tutaq ki, F funksiyası verilmişdir. F funksiyasına bir x0 nöqtəsində toxunan çəkirik. Toxunanın həndəsi mənası deməli, o deməkdir ki, törəmənin həndəsi mənası, üzr istəyirəm. Törəmənin həndəsi mənası nə deməkdir? Verilmiş funksiyaya x0 nöqtəsində çəkilən toxunanın bucaq əmsalı həmin funksiyanın x0 nöqtəsindəki törəməsinə bərabər idi. Ona görə də f'(x0) bizə nə verir? Verilmiş x0 nöqtəsində həmin funksiyaya çəkilmiş toxunanın bucaq əmsalını, yəni k-sını verir. Deməli, onda biz verilmiş funksiyaya çəkilmiş bu toxunanın bucaq əmsalını tapmalıyıq. Yəni, bura bir alfa qeyd edirəm. Bu alfanın tangensini tapmalıyıq. Bunu da rahat olsun deyə necə taparıq? Buradan uzatsaq, -2-dən də deməli, absis oxuna paralel, 6-dan ordinan toxuna paralel çəkdik. Burada bir düz bucaqlı 3 bucaq görürük. Əgər bura alfadırsa, burada alfadır. Deməli, tangens alfa bizə verəcək bucaq əmsalını. Gəlin burada qeyd edək. Bərabərdir k, o da bərabərdir tangens alfa, o da bərabərdir. Tangensin tərifi nədir? Düz bucaqlı 3 bucaqda qarşı katetin hipotenuz olan nisbəti. Qarşı katetimiz bura 5, bura 2, yəni 7. Bitişik katetimiz isə 6-dır. Tangens alfa oldu 7/6. Gətirib ifadədə yerinə yazsaq, deməli f'6-nın yerinə yazacağıq 6-da 7. F6-nın yerinə 5 yazacağıq və qiymətini hesablayacağıq. Burada da 36 bərabərdir. 36-da 2, bu da edəcək 18-də 1. Növbəti, gəlin 15-ci suala, daha doğrusu 16-cı suala baxaq. 16-cı sual kompleks ədədlərlə bağlı maraqlı bir sualdır. Deməli, z bərabərdir x üstəgəl y kompleks ədədi üçün z üstəgəl 4 modulda z üstəgəl 4 bərabər 2/2 bərabərliyini ödəyən kompleks ədədlərdən əsas arqumenti, ən kiçik olanın arqumentini tapın. Yəni, z üstəgəl 4 kompleks ədədinin modulu 2/2-dir. Bu bərabərliyi ödəyən ədədlərdən əsas arqumenti, ən kiçik olanın arqumentini tapmalıyıq. Birinci növbədə gəlin z-in ifadəsini yerinə yazaq. Z x üstəgəl y şəklindədir. Qeyd etsək, bu nə deməkdir? Bu deməkdir ki, x üstəgəl 4 üstəgəl y kompleks ədədinin modulunu biz necə tapırıq? X üstəgəl 4 həqiqi hissənin kvadratı üstəgəl xəyali hissə y-in kvadratı bərabərdir 2/2-nin kvadratına. Yəni, 2/2-nin kvadratı deməli 8-ə. Deməli, bu kompleks ədədləri biz həndəsi təsvir etsək, deməli, koordinat sistemində mərkəzi -4, 0, radiusu 2/2 olan çevrə üzərində yerləşir. Çevrə çəkdik. Bu çevrə üzərində yerləşən istənilən kompleks ədəd bu şərti ödəyir. İndi bu kompleks ədədlərdən bizdən nə soruşur? Əsas arqumenti, ən kiçik olan arqumentini tap deyir. Nə deməkdir? Məsələn, burada bir kompleks ədəd götürək. Tutaq ki, burada bir kompleks ədəd götürdük. Bunun arqumenti necə hesablanır, necə müəyyən edilir?
koordinat başlanğıcı ilə birləşdiririk. Yəni radius vektoru çəkdik. Bunun o x oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bu bucağa baxmaq lazımdır. İndi biz hansı kompleks ədədi götürsək bu bucaq ən kiçik olar. Aydındır ki, bu bucaq ən kiçik o zaman olar ki, bu kompleks ədədi ədədə uyğun radius vektor bu çevrəyə toxunan olsun. Yəni bu formada olsun. Yəni belə deyək, kompleks ədədə uyğun radius vektor yuxarı hissədə yerləşmiş olsun. Onda bura bir A hərfi qeyd etsək, A nöqtəsinə uyğun kompleks ədəd bizim şərti ödəyir. Həmin kompleks ədədin arqumentini tapmaq lazımdır. M nöqtəsi ilə, yəni çevrənin mərkəzi ilə A nöqtəsini birləşdirsək, bura 90 dərəcədir, toxunan olduğu üçün. Daha sonra radiusumuz 2/2-dir. MA məsafəsi 2/2. M nöqtəsinin apsisi -4 olduğu üçün koordinat başlanğıcından M-ə qədər, yəni o M məsafəsi 4-dür. Onda düzbucaqlı üçbucaqlı hipotenzumuz 4, katetlərdən biri 2/2-dirsə, digər kateti tapa bilərik. O A nəyə bərabər olacaq? 4-ün kvadratı çıxılsın 2/2-nin kvadratı. Bu da bərabərdir 2/2. Deməli, bu düzbucaqlı üçbucaq bərabər yanlıymış. Bura 45 dərəcədir. Alfanı da tapmaq üçün ümumi 180 dərəcədən çıxmalıyıq 45 dərəcəni. Deməli, 180 dərəcə çıxılsın 45 dərəcə olacaq bizdə arqument 135 dərəcə. Növbəti suala baxırıq. Növbəti sualımız silindirlə bağlıdır. Deməli, silindrin doğranı 20 cm-dir. Silindrin doğranından bir-birinə perpendikulyar, sahələri 120 və 160 olan iki müstəvi kəsik keçirilmişdir. Silindrin yan səthinin sahəsini tapın. Birinci növbədə bu məsələni həll etmək üçün şəklini təsvir etmək lazımdır. Deməli, silindrin doğranın 20 cm-dir. Burada düz silindirə baxırıq. Silindrin doğranından bir-birinə perpendikulyar, sahələri 120-160 olan iki müstəvi kəsik keçirilmişdir. Deməli, burada alınan kəsiklər düzbucaqlı olacaq. Bir-birinə perpendikulyar keçirilib və doğranından keçirilib həmçinin. Deməli, bu bir kəsiyimiz həmin müstəvi ilə silindrin kəsişməsindən belə bir kəsik alındı. Bu bir düzbucaqlı, digəri də buna perpendikulyardır. Bu da ikinci düzbucaqlı. Bunlardan birinin sahəsi 120-dir, digərinin sahəsi 160-dır. Bura S1 yazıram, bura S2 yazıram. S1 160-dırsa, düzbucaqlının sahəsi M vur uzunluq. Buranı A ilə işarə edək, buranı B ilə. Yəni, A vurulsun 20, uzunluq ikisində də 20-dir. 160-dır. Buradan tapırıq ki, A-mız 8 edəcək. Digər tərəfdən S2 bərabərdir, 120-dir. Buradan da B vurulsun 20 bərabərdir 120 və B-ni 6 tapırıq. Onda bizə nə lazımdır? Silindrin yan səthinin sahəsi. Yan səthin sahəsi düsturu necədir? S yan bərabərdir 2πr(h). Yəni, bizə silindrin oturacağının radiusu lazımdır. Onu necə tapacağıq? Bu müstəvilər, kəsiklər bir-birinə perpendikulyardırsa, bura 90 dərəcədir. Onda biz bilirik ki, çevrədə 2 vətər 90 dərəcədirsə, onların uc nöqtələrini birləşdirsək, bu bizdə diametri olacaq. A-nın kvadratı üstəgəl B-nin kvadratı verməlidir bizə diametrin kvadratını. Onda diametr bərabərdir kök altında 5-in kök altında 6-nın kvadratı üstə gəlinsin 8-in kvadratı, yəni 10. Onda radiusu da 5 tapmış olarıq. Daha sonra düsturda yerinə yazsaq, silindrin yan səthinin sahəsi 2π vurulsun r-imiz 5, hündürlüyümüz isə 20-dir. Yəni 200 pi kvadrat santimetr olacaq. Növbəti suala baxırıq. 18-ci sual. Deməli, tərəfi 10 kök 3 santimetr olan bərabər tərəfli üçbucağın tərəfləri
radiusu 13 sm olan sferaya toxunur. Sferanın mərkəzindən üçbucaq müstəvisinə qədər olan məsafəni tapın. Deməli, bu misal üçün də, bu məsələnin həlli üçün də birinci növbədə onun şəklinin təsviri önəmlidir. Mən burada sferanı çəkməsəm də onun bir qədər kəsik hissəsini çəkəcəm. Bu bizim sferanın ox kəsiyi. Üçbucaq deməli sferaya toxunur və sferaya toxunursa, deməli sfera ilə həmin o üçbucaq müstəvisinin kəsişməsindən bir çevrə alınacaq. Həmin çevrə isə üçbucağın daxilinə çəkilmiş çevrə olacaq. Biz bunu bu cür təsəvvür edəcəyik. Deməli, bu bizim həmin üçbucaq müstəvisi ilə sferanın kəsişməsindən alınan deməli sferanın kəsiyi. Bura üçbucağımızı qeyd edək. ABC üçbucağı bərabər tərəfli üçbucaqdır. Deməli, bu üçbucaq onun sferanın, daha doğrusu sfera üçbucağın tərəflərinə toxunursa, deməli, sfera ilə bunun kəsişməsindən bir çevrə alındı. Kəsiyimiz çevrədir. Mərkəzdən sferaya, daha doğrusu mərkəzdən üçbucaq müstəvisinə qədər olan məsafəni tapmaq lazımdır. O nöqtəsindən üçbucaq müstəvisinə qədər məsafə deyəndə, deməli, bu kiçik çevrənin mərkəzinə qədər olan məsafəni tapmaq lazımdır. O1 məsafəsini tapmalıyıq. Bunun üçün də O1-dən üçbucağın hər hansı bir tərəfinə perpendikulyar çəkirik. 90 dərəcə. Deməli, bu O1, bura H qeyd edək. O1H bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu olacaq. Sonra ümumi sferanın radiusu da 13'dür. Yəni OH-ımız da 13'dür. OH məsafəsi. Bizdən soruşur O1'i. O1'i tapmalıyıq. Bərabər tərəfli üçbucaq üçün daxilə çəkilmiş çevrənin radiusu düsturu var. Mən bunu birbaşa qeyd edirəm. A kök 3 bölünsün 6. Bu düsturdan istifadə etsək, kiçik yeri tapa bilərik. Kiçik yerimiz, deməli 10 kök 3 vurulsun kök 3 bölünsün 6. Bərabərdir 5 cm edəcək. Onda burada O1 müstəviyə, yəni üçbucaq müstəvisinə perpendikulyardırsa, onda bura 90 dərəcədir. O1H düzbucaqlı üçbucağından O1'in kvadratı üstə gəlinsin. O1H, yəni R-in kvadratı 25 bərabər olmalıdır OH-ın kvadratına, yəni 13'ün kvadratı. Buradan da O1'in kvadratı bərabərdir 144 və O1 bərabərdir 12 tapmış olaraq. Yəni mərkəzdən üçbucaq müstəvisinə qədər olan məsafə 12 cm oldu. Növbəti sonuncu sualımıza baxırıq. Deməli, şəkildə ABC düzbucaqlı üçbucağı verilmişdir. C ağırlıq mərkəzidir və ABC bucağı bura 15 dərəcədir. Hipotenuzu isə 36'dır. AC isə 36'dır. Bizdən AGB üçbucağının sahəsini soruşur. Yəni bu üçbucağın sahəsini soruşur. Bu üçbucağın sahəsini necə tapa bilərik? Birinci növbədə onu qeyd edək ki, üçbucaqda belə bir hal var ki, ağırlıq mərkəzini təpə nöqtələri ilə birləşdirdikdə burada 3 dənə üçbucaq alınır. Bu üçbucaqların sahələri bir-birinə bərabərdir və böyük üçbucağın, yəni ümumi üçbucağın sahəsinin 3'dən biridir. Biz də buradan əgər üçbucağın sahəsini tapa bilsək, onun 3'dən birini tapmaqla hesablaya bilərik və yaxud da digər buradan hər hansısa bir üçbucaqlardan birinin sahəsini tapsaq, ona bərabər götürə bilərik və s. Biz burada BC xəttini uzatsaq, əlbəttə ki, BC xətti uzansa, AC ilə kəsişməsində bir hərflə qeyd etsək, BM median olacaq. Və düzbucaqlı üçbucaqda da bilirik ki, median hipotenuzun yarısına bərabərdir. Onda AMB üçbucağı, bu bildiyimiz sadə bir qaydadır. AMB üçbucağı bərabər yanlı üçbucaq olur. Buranı kongruent xətlərlə qeyd etdik. Bərabər yanlı olduğundan, onda bura 15'dirsə, ümumi burada 15 dərəcə olacaq. Və bu bucaq bizdə 30 dərəcə olmalıdır. Və bizdə AC hipotenuzumuz 36 cm-dirsə, onda BM
medianımız yarısı, yəni 18 sm olmalıdır. BM medianı olacaq 18. Daha sonra BM 18-dirsə, bilirik ki, ağırlıq mərkəzi ilə BM medianı 2/1 nisbətində bölünəcək. Onda buradan qeyd edə bilərik ki, BC 2 hissədir, GM isə 1 hissədir. 3x-ımız 18-dirsə, x-a düşəcək 6. Onda bu hissə 12-dir, bu hissə isə 6-dır. Qaldı bizdə hər hansısa bir üçbucağın sahəsini tapmaq. G nöqtəsi ilə C nöqtəsini birləşdirsək, bu üçbucaq üçün biz sahəni tapa bilərik. AG, C üçbucağı üçün. C nöqtəsindən bir hündürlük çəksək, burada 90, 30, 60 üçbucağını görürük. 30'un qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni 6'nın yarısı 3. Onda hündürlük 3'dür. AC tərəfimiz 36'dır. S üçbucaq A, G, S nəyə bərabər olacaq? 36 vurulsun 3 bölünsün 2. Bu da bərabərdir 54 kvadrat santimetr. Biz də başda dedik ki, məlum xassəyə əsasən AGS üçbucağının sahəsi ilə BCA üçbucağının sahəsinə bərabərdir. Ona görə də verilən, axtarılan sahə olacaq 54 kvadrat santimetr. Sağ olun, bu qədər. Növbəti izahlarda görüşənədək.